Hər kəsə salam, kanalıma hamınız xoş gəlmisiniz. Günə başlarkən istədim ki, sizə bu günü vloqluyum. Çünki dünənləri Temu bağlamam gəlib. Mən də istəyirəm ki, bu gün onu sizinlə birlikdə açaq. Hal-hazırda bu videonu çəkərkən Adel yatmışdı deyə indi üstündən səs yazmaq məcburiyyətindəyəm. Səhər oyandım, çay süzəcəm. Yanına isə belə bir yulaflı peçenya almışdım. Çox bəyəndim. Yüngül, ağır deyil qətiyyən. Yüngül bir peçenyedir. Bu əslində yulaflı bir çox tatlı çeşidləri görmüşəm evdə hazırlamaq olur. Bəlkə sınayaraq birlikdə. Sonra isə bunları sizə göstərmək istəyirəm. Mən çayıma belə güllər, ədviyyatlar atmağı çox sevirəm. Ümumiyyətlə qoxulu çayları da çox sevirəm. Bunu bir dəfə sizinlə paylaşmışdım. Amma Səbu heç sevmirdi. Biz ortaq çaya atmırıq. Mən sadəcə öz stəkanıma atıram. Bu isə chia toxumudur. Sınamaq üçün almışam, amma hələ yoxlamamışam. Bu çəhrayı güldür. Mən isə ən çox bu qırmızı gülü sevirəm. Bu qurunu. Gəlin indi çayıma əlavə edəcəm. Ondan sonra çayımı içəcəm və dünən gedib bağlamamı götürmüşəm. İstəyirəm ki, bugün sizinlə birlikdə Temu bağlamamı açaq. Temu bağlamamda isə Adelin paltarları var, ayaqqabısı, şapkası, atkisi, yaza hazırlıq üçün bir neçə məhsulunu sifariş vermişəm. Gəlin onlara da birlikdə baxaq istədim. İndi isə yaxşıca çayıma ədviyyatlarımı atıram. Gül qurlarımı daha doğrusu atıram. Çayımı süzürəm. Ondan sonra isə bugün həm də istəyirəm ki, fırçalarımı yuyum. Son 2 videodur arzusundayam ki, fırçalarımı artıq yuyum, qurtarım. Və nəsə başqa bir işim çıxır, mən fırçalarımı yuya bilmirəm. Amma bu videoda artıq fırçalarımı yumalıyam. Çünki hər gün makyaj edirəm və fırçalar təmiz olmalıdır ki, mən makyajım üzümdə yaxşı otursun. Ona görə də birlikdə fırçalarımızı da yuyarıq. Çayımı süzdüm, çox gözəl ətri gəlir, qoxusu gəlir. Mən bu arada Bolmartdan almışam bu gül qurlarını. Çox qəşəngdir. Bugün biraz küləkli olsa da yenə də çox gözəl hava var. Dünən dəhşət isti idi, amma bugün dünəndən nisbətən yaxşıdır. Və belə, bu arada qızlar çölü görürsünüz, bu çölü də bu yay sıvatmalıyam. İndi gəlin Temu bağlamamı açaq. Birinci əslində mən həyəcanlanıb tez açmışam gələn kimi, amma heç birini yerinə yerləşdirməmişəm. Odur ki, gəlin birlikdə baxaq. Belə bir çanta almışam. Qiyməti 6 manatdır. Məncə 6 manata ala biləcəyiniz çox gözəl bir çantadır. Bir də mən çantaların içində qırmızı detayı çox sevirəm. Ayaqqabı və çantalara çox yaraşdırıram. Bu da bu formada gözləndiyimdən də qəşəng gəlib. Çox qəşəngdir. Heç belə balaca çantam yox idi qara rəngdə. Ona görə də aldım. Bunu isə əvvəlcədən açmışam. Çünki bu sifariş mənim deyil. Bu mənim qohumumun sifarişidir. Belə bir açki sifariş vermək istədik ki, mənim bağlamamla bir yerdə gəlsin. Mən də onun üçün bu açkini sifariş verdim. Sonra özündən soruşdum. İcazəsi ilə bu açkiləri də açdım və sizə göstərirəm. Bəlkə sizin zövqünüzcə olar və siz də almaq istəyirsiniz deyə. Deməli, bu 3 dənə açki seti isə qiyməti 7 manat idi. Məncə çox gözəldir. Mənim üzüm balaca olduğu üçün, məsələn, mənə belə açkilər yaraşmır. Ondan sonra Adelin ilk paltarı. Əslində bu paltarı görəndə vuruldum, yəni. Sadəcə indi işıqdan daha fərqli rəngdə düşür, amma şəkildəki ilə birəbir eynidir. Dəstin qiyməti isə 8 manatdır. Materialı çox qəşəngdir, nazik deyil, əsasən yaymalıdır və arxasında da belə ürək formasında dizaynı var. Mən çox bəyəndim. Və paltarları Adelin əlində də sizə göstərəcəm. Videoda gördüyünüz və görəcəyiniz Adelin bütün paltarlarının 9-12 ay sifariş eləmişəm. Adel hal-hazırda 9 aylıqdır. 9 ay 10 günlükdür hətta. Yəni 10 ay olmağına az qalıb. Adətən də biraz böyük alıram. Sonra belə bir ayaqqabı sifariş vermişəm. Fikir verdim ki, evdə sadəcə Adelin üstü bağlı ayaqqabısı var. Düşündüm ki, yayda geyinə biləcəyi, hazırda gəzmək istəyir, yerimək istəyir, can atır bunun üçün. Düşünürəm ki, 1 yaşından tez yeriyəcək. 3 manat 60 qəpiyə belə bir ayaqqabı aldım. Sözün düzü çox gözəldir. Yenə bir açki sifarişi daha var, amma bu da mənim deyil. Mən Temudan yetərincə açki sifariş eləmişəm. Çox da açki taxan biri olmadığım üçün özümə sifariş verməmişəm. Bu da bir qohumumuzundur. Məncə çox qəşəngdir. Mən bunu digər açkilərdən daha çox bəyəndim. Qiyməti isə 3 manat 60 qəpik idi. İndi isə gəlirik bağlamamda Adelin digər paltarına. Bunu isə bej rəng götürmüşəm. Qəşəng materialı var, çox sərindir. Kaş materialına da buradan sizə göstərə bilsəm, toxundura bilsəm. Bu dəstin qiyməti isə
6 manat idi. Yəni ki, bu sadəcə bir şokdur mənə görə. Çünki bu qədər uyğun qiymətə və bu qədər yaxşı mallar məncə çox gözəldir. Adelin əynindədir, indi baxırıq. Adelin başını qarışdırmaq üçün hər şey verirəm ki, tək Adel sabit dursun və siz paltarları əynində duruşunu görə biləsiniz. Bu da yenə 9-12 aylıq uşaqlar üçündür. Əgər paltar sifariş etmək istəsəniz, ağlınızda bulunsun. Əgər uşağınız Adel ölçülərindədirsə, ona yaxşı olacaq. Böyük, kiçik baxa bilərsiniz. Bir də Temuda belə tulumlar satırlar ikili dəstə halında. Bunun qiyməti 11 manat idi. Məncə 11 manata kətan hətta tulum möhtəşəmdir. 11 manata 2 dənə belə tulum şəkildəki ilə birəbir eyni gəldi və mən adətən Temudan bir paltar sifariş verəndə mütləq müştəri rəylərinə, müştəri yorumlarına baxıram. Əsas da şəkillərinə baxıram ki, görüm şəkildəki kimi gəlibmi və çox bəyəndim. Doğrudan da göründüyü kimidir. Bunun altına ağ rəngdə kofta ilə qəşəng geyindirə bilərəm. İndi isə Adelin əynində baxırsınız, sadəcə Adelin ağ koftası olmadığı üçün mən belə geyindirdim. Yenə də çox şirindir, çox qəşəng görünür. Hardasa birinin qiyməti 5 manat 50 qəpiyə düşür. Məncə çox qəşəngdir. Bakıda belə paltarlar çox baha satılır və kətandır. Ayaq hissəsinin ortasında isə cırt-cırtlı açma yeri var. Digəri isə belə idi. Çox qəşəngdir. Adişin əynində tez-tez bunu görəcəksiniz. Şaxodelər, bu qədərdir paltarlarım. Paltar qismi ilə bitirdim. İndi isə gəlirəm açqiyə. İnana bilməyəcəksiniz ki, mən bu 3 dənə açqiyə 1 manat 50 qəpik vermişəm. Yəni, birinin qiyməti 50 qəpiyə düşür. Oğlanlar üçün varmı bilmirəm, araşdırmamışam oğlan uşaqları üçün. Amma qız uşaqları üçün fərqli rənglərdə, fərqli formalarda, günəş, bulud, hər formada açqilər var. Mən bu 3 rəngini götürdüm. Çox qəşəngdir. Adel də açqiyə çox marağı var. Səbuinin mənim açqilərimi taxmağı çox sevir. Ona görə də ona belə dəst bir açqi götürdüm. Adeli çiy tuta bilsəm üstündə də çəkərəm sizin üçün. Əgər çəkmirəmsə, demək ki, Adel çiyin dayanmayıb. Deməli, bu da ilk qohumumun sifarişidir. Çünki məndə belə açqi qabı var. Çox qəşəngdir. Əslində yoxladım, görüm onun açqiləri böyükdür. Bunun içinə girirmi? Adeli sakinləşdirdim, gəldim. Bəli, açqı içinə sığdı. Belə bir papaq almışam, amma yaşını düzgün qeyd eləsəm də papaq ölçüsü böyükdür. Adelin başına çox böyük oldu. Qiyməti 2 manat 30 qəpik idi. Qiymətinə görə qəşəngdir. Amma Adişin görən başı böyüyəcək buna taxmaq üçün. Mən bu yay taxmaq istəyirdim bunu. İndi isə gəlirəm bağlamanın sonuna. İçində heç nə qalmadı. Son olaraq belə bir aksesuar Adelə sifariş vermişəm. Daha doğrusu belə bir broşkalar. Çox şirindir. Dedim birini alım, görüm əgər bəyənsəm yenə sifariş edərəm və çox bəyəndim. Qiyməti isə çox uyğun. İndi isə istəyirəm qızlar, bu meyvələrdən biraz qaba alım. Gedim biraz oturum meyvə yeyim. Sonra isə birlikdə fırçalarımı təmizləyək, yuyaq. Neçə vaxtı istəyirəm, bir türlü eləyə bilmədim. Ona görə yediyim qədər götürəcəm. Onları da yuyacağıq yaxşıca. Mən əriyi çox sevirəm. Əslində mən kal ərik daha çox sevirəm. Amma indi bunlar da çox ləzzətli görünür. Belə çox sevdiyim bir qabım var. Bunun 2 rəngini almışam. Bir çəhrayı, bir də bu. Mən sadəcə ərik qoyacağım. Çünki alça o qədər də çox sevmirəm. Ona görə də ərikləri yaxşıca yuyacağım. Belə. Adeli isə günorta yuxusuna yatıstırmışam. Ona görə də rahat bir şəkildə oturacağam və dincələcəm. Sonra isə o durmamış tez fırçalarımı yuyub qurtarmaq istəyirəm. Həm də günəş varkən istəyirəm ki, birazdan həyətə çıxaq. Amma deyəsən hava biraz çönəcək, çünki külək get-gedə artır. Yaxşı olsa həyətə düşürdüm, oturmaq istəyərəm, Adeli biraz hava alsın. İndi isə Adel yatmışkən piş-piş sədaları altında bir film açacağım Netflixdə və izləyəcəm. Bilmirəm niyə, amma mən yaşıl, bərk meyvələri daha çox sevirəm. Yəni yetişməmiş meyvələri daha çox sevirəm. Gəlin indi fırçalarımı yuyaq. Bunlar mənim sponjlarımdır, bunlar isə fırçalarımdır. Neçə vaxtdır yumağı gözləyirlər. Bu arada mən üstü bağlı orqanayzer almaq istəyirəm, toz olmasınlar deyə. İndi isə hamısını bir yerə tökəcəm, isladacam. Sonra isə yadıma düşdü ki, makyaj çantamda belə bir süngərim daha var idi. Onu da gətirdim. Belə saxlama qabında saxlayıram mən. Bunu isə Temudan almışam. Qiyməti çox uyğun idi. 1-2 manat arasında olmalıdır. Arxası silikonludur. Yapışdırırsınız və üstündə fırçaları yuyursunuz. Çox pratikdir. İndi siz görəsiniz deyə mən buraya yapışdıracağım.
Əvvəlcə bütün fırçaları ısladıram. Ondan sonra sabunla yuyuram. Bəzən isə qap şampunla istifadə eləyirəm. Çünki sabundan daha çox qap şampun daha tez çıxarır. Adətən də sponjları, amma fırçaları sabun da həll eləyir. Gördüyünüz kimi bu tonalni və bronzer fırçası olduğu üçün çox kir çıxır və köpük ağarana qədər mən o fırçanı təmizləyirəm. Son momentə qədər ki, o tərtəmiz olsun. Biraz sabun etdikdən sonra isə bu matalkanın üstündə yaxşıca onu köpürdürəm dibinə qədər, yəni bütün makiyaj qırıntılarını çıxardıram. Əslində bəlkə də deyə bilərsiniz ki, bu fırçaları yumaq üçün özünün təmizləyiciləri var, mayələr var, amma bilmirəm. Mən adətən sabun və yaxud da qab yuyan şampunla istifadə eləyirəm deyə heç onu sınamamışam, necədir bilmirəm. Əgər bilirsinizsə, fikirləri yazarsınız və hansı markanın. Baxın, gördüyünüz kimi yaxşıca köpürür və qəhvəyi rəng, ağ rəngə çevrilənə qədər mən o fırçanı yuyuram. Çox qəşəng məncə təmizləyir, ala bilərsiniz. Çünki bir yerdən sonra əlinin içinə eləyəndə adamın əlini ağrıtsa da bu matalkada çox qəşəng təmizləyir. Fırçalarımı deməli ısladıram, köpürdürəm. Ondan sonra isə başlayıram durulamağa. Hər birini ayrıca tək-tək duruluyuram. İndi mən sizə göstərəcəm. Çox tərtəmiz oldu, çox bəyənirəm. Mən belə fırça yumağı birinci böyük boy olan fırçalarımı yudum və belə bir masa gətirmişdim, tabletka. Üstünə də məhriban sərdim ki, öndən bir suyunu alsın. Sonra isə Real Techniques'in məndə mini belə fırçaları var. Onların da durulamışam. İndi hamısını bir də üstündən keçirəm, sıxıram və onları da bura əlavə edirəm. Sadəcə burada qalmayacaqlar. Bu fırçalar mən bunları ayrı yerə alacağam və bir gün ərzində orada qalıb quruyacaq. Onu da sizə göstərəcəm. Narahat olmayın. Bu arada mənim fırçalarım sadəcə bu qədər deyil. Sizə şortda göstərdiyim Nocita markasının fırçalarını hələ açmamışam. İstəyirəm onu da açım. Baxın, sponj görün necə bir vəziyyətdədir. O qədər tonalni və konsilerdən kir içindədir. Mən onu isə sabunla bu hala gətirirəm. Bəyaz sponjun rəngi görünmürdü, amma indi tərtəmiz oldu. Bəs desəniz ki, mən sponju nə qədər vaxtda istifadə eləyirəm. Hansı ki, yuyandan sonra bir yerdən sonra köhnələndə sponj ovulur. İndi bir sponjumda bunu görəcəksiniz. Tamamən ovulmağa bir əldən düşdüyü momentdə mən artıq o sponju atıram və yaxud da 1-2 ay istifadə etdiyim sponjlar da elə olur ki, əgər bəyənmirəmsə onları atıram. Bunu isə Temudan almışdım. Adətən bunu sabitləyici pudramı vurmaq üçün istifadə edirəm. Bunu da sabunla yaxşıca yuyuram. Sabitləyici pudra olduğu üçün bundan başqa rəng çıxmır. Çünki sabitləyici ağ rəngdədir. Və yaxşı-yaxşı yuyub başlayıram durulamağa. Bunu da belə təmizlədim. Bütün sponjlarım tərtəmiz oldu. Sponjlarım hər zaman təmiz olanda o qədər qəşəng makiyaj alınır ki, üzdə elə qəşəng oturur ki, məsələn, 4 dənə sponjum əldə var idi, 4 də zapasda var, amma mən bu 4-ünü istifadə edirəm adətən, sonra isə digərlərinə keçirəm. İndi isə buraları fırça yuyandan sonra çox batır hər zaman. Ona görə də azelitlə köpürdü. Buraları yaxşıca maçalkalayıram ki, həm boya tonalni izləri getsin, həm də pırıl-pırıl olsun və yaxşıca durulayıram. Bu arada qızlar, video haqqında fikirlərinizi mütləq yorumlarda yazmağı unutmayın. Bütün yorumlarınızı oxuyuram. Bacardığım qədər hamısını cavablayıram adətən. Videonu bəyənməyi unutmayın. Kanala abunə olun. Bilirsiniz ki, mən Xəyal Panomda bilməyənlər üçün deyim. Xəyal Panomda bu ilin sonuna qədər 100.000 takipçiyə çatmağı hədəfləmişəm. Ümid edirəm ki, mənim bu arzumu siz gerçəkləşdirəcəksiniz. Fırçanın hamısını yumuşam. İndi qurumağa qoyacağam. Sadəcə göstərəm ki, məsələn bu haldadır. Belə-belə çırpıram. Tək-tək durur, görürsünüz fırçaların ucları. Böyükdən balacaya da düzürəm. Belə də havada ona görə qalmalıdır ki, hər tərəfdən qurusun. Əgər belə qoyulsa, bir tərəfi quruyur, bir tərəfi yox. Amma belə havada hamısı quruyacaq. Və vəsə qızlar, hamısını gördüyünüz kimi düzdüm. Həm sponjları, həm də fırçaları bir günə, bəlkə də hava istidir, daha tezə quruyur. Burada da bir dənə qonağımız var, Adil xanım. Biz isə videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirik. Adil də yuxusundan durub. Bu videonu izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başqa videolarda görüşəndə hələlik.